Davam edirik. İşğaldan azad olunan ərazilərdə əzəli torpaqlarına qayıdan vətəndaşlara dövlət xidmətlərinin daha rahat, əlçatan və şəffaf formada təqdim edilməsi məqsədi ilə növbəti səyyar asan xidmət Laçın şəhərində təşkil edilib. Yaxın 2 gün ərzində vətəndaşlar şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumi vətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə notariat xidmətləri, əmlak xidmətləri və əmək pensiyalarının təyin edilməsi xidmətlərindən yararlana biləcəklər. Mən övladım üçün vəsiqə götürürəm və bunun üçün digər bölgələrə müraciət eləməliydim, digər bölgələrdəki asan xidmətlərə. Amma hal-hazırda Laçın şəhərində çox təşəkkür edirik ki, bu xidməti göstərirsiniz və biz də bundan yararlanırıq. Gəldim, burada da yüksək səviyyədə səyyar asan xidmətin əməkdaşları məni qəbul etdi və şəxsiyyət vəsiqəmi dəyişdirdim. Torpaqlarımıza qayıdan vətəndaşlarımıza dövlət xidmətlərinin daha rahat, əlçatan və operativ göstərmək məqsədi ilə növbəti səyyar xidmət Laçın şəhərində təşkil edilir. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərimizdə Zəngilan Ağalı kəndində, Cəbrayıl rayonunda, Xankəndi şəhərində, Ağdərənin Talış kəndində 1500-ə yaxın vətəndaşımıza səyyar xidmət göstərilmişdir.